Rəsmi təşkilatların nə danışıqlar apardıqlarını bilmirəm. Lakin o səfər barədə Fərhad Məmmədovun və Kəmalə Məmmədovanın fikirlərini oxumuşdum. Düşünürəm ki, ictimai təşkilatların bir-biri ilə qarşılıqlı səfər etməsinin əsl məqamıdır. Bölgə TV xəbər verir ki, bu sözləri Yeni Sabaha Azərbaycan Mətbuat Şurasının rəhbəri Rəşad Məcid deyib. O vurğulayıb ki, Ermənistan media nümayəndələrinin ölkəmizə səfərinin təşkil edilməsinin tərəfdarıdır. Güman ki, yaxın gələcəkdə digər ictimai qurumların və müxtəlif media təşkilatlarının iki ölkə arasında səfəri təşkil ediləcək. Özüm də bunun tərəfdarıyam. İstəyərdim ki, Ermənistan media nümayəndələri gəlib Bakını görsünlər. Eynilə Qarabağ və Şərqi Zəngəzurda media turlar təşkil edilsin. Gələn nümayəndələr bu regionlarda görülən abadlaşdırma işləri ilə tanış olsunlar. Həmçinin bizim media nümayəndələrinin Ermənistana səfərləri təşkil edilməlidir. Qeyd edək ki, oktyabrın 21-22-sində Azərbaycan Vətəndaş Cəmiyyətinin nümayəndələrinin İrəvana səfəri baş tutub. Ermənistan Vətəndaş Cəmiyyəti nümayəndələrinin Azərbaycana cavab səfərinin bu ilin sonuna qədər baş tutacağı gözlənilir. Rəna Rövşənqızı, BTV.